Hadisə rayonun Fərzəli Oba kəndində Mübariz Şıxmuradova məxsus evin qarşısında baş verib. Gecə saatlarında işdən evə geri dönən 42 yaşlı Mübariz Şıxmuradova həmkəndisi 31 yaşlı Səbuhi Mahmudov bıçaqla hücum edib. Səbuhi Mahmudov Mübariz Şıxmuradovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdikdən sonra sonuncu yerə yıxılıb. Daha sonra ona bıçaqla çoxsaylı zərbələr endirib. Bıçaq zərbələrdən biri Mübariz Şıxmuradovun cinsi orqanına tuş gəlib. O ağır vəziyyətdə yaxınları tərəfindən Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əlində deyib, bıçağına deyib, bu varamla vur. Buramla vuran kimi deyib, huşmuş deyib. Əvvəl birinci bıçağı başından vur. Ha, baba buradan, baba deyib, orasından, bu buradan vur. Huşumu itirdim deyir, səndələdim deyir. Səndələdim, yıxıldım yerə. Yıxıldım yerə deyib, bu deyib, tutturməli deyir, durməli bir basal. Əllərimi deyib, belə vəziyyətdə deyir, açıb. Qolları, ayaq dizlərini deyir, qoydu deyib, qollarımın üstünə belə. Başladı deyir, istədi deyir, boğazımı kəssin. Yoldaşı deyir ki, istəyirdi ki, boğazını kəssin, mən deyir, qışırdım. Ki, eləmədə 2 yaxı 3 dənə balası var. Neysə deyir, bu deyir, gəlinə xətri olsun, daha başımı kəsmirəm. Tezdən əli vurduğu yerdən bir dənə bıçaq. Bir dənə bıçaq deyib, okşu deyir, hoşumu itirdim. Ondan sonra deyir, bilmirəm. Ondan sonra gəlin özü deyir ki, işte deyir, arkadan da 1-2 neçə bıçaq, 9 dənə okşu bıçaq. Mayın 15-i 2025-ci il tarixdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının qaspizasiya olub kişi cinsli şəxs müayinə olunub və ona xarici cinsiyyət üzvünün tam kəsilməsi diaqnozu qoyulmuşdur və hal-hazırda cərrahi şöbəsində müalicə alır. Vəziyyəti ağırdır. Digər başqa ətraflarında da xəsarət var idi, yəni boyun nahiyəsində. Bədənin müxtəlif yerlərində kəsilmiş, deşilmiş yaraları var idi. Onlar da hamısı əməliyyat olunub. Hal-hazırda stasionar müalicədə ağır vəziyyətdə qalır. Hadisəni törədən Səbuhi Mahmudov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır. Xuraman Aydın qızı Xanlar Qaraca bugün informasiya proqramı üçün.